İnşaatçılar metrosunun düz yanı premium bir binada 2 otağa düzəlmə, yeni təmirli və təmirdən sonra yaşayış olmayan möhtəşəm bir mənzilin çəkilişinə gəlmişik. Videonun sonunda ətraflı məlumatı sizlərə verəcəyik. Keçək mənzilin daxili ilə tanış olaq. Bir daha hər vaxtınız xeyirli olsun. Bəhs etdiyimiz mənzilin hal-hazırda daxilindəyik. Ümumi mənzilin təqdimatını sizlərə təqdim eləyək. Ətraflı məlumatı videonun sonunda izləyə bilərsiniz. Gəlin ardımca zəhmət olmasa. Mənzilimizin giriş hissəsi, giriş qapımız məndən solda. Giriş qapısından daxil olduqda bizi solda ilk olaraq sanuzel, hamam otağımız qarşılayır. Gəlin çəkin zəhmət olmasa. Gördüyünüz kimi geniş bir sahəsi var, kifayət qədər sahəyə malikdir və lazımi bütün aksesuarlarla təchiz olunmuşdur. Burada isə mənzilimizin girişində belə boydan boya bir qardirob yığılıb. Üzbəyüzdə isə mənzilin yataq otağı yerləşir. Yataq otağımız da kifayət qədər sahəyə malikdir. Digər tərəfdə boydan boya qardirob yığılıb, divar içi yığılıb və burada isə taxt yerləşdirilib. Nəzərinizə çatdırım ki, mənzil tam olaraq əşyalı satılıb. Buradan isə mənzilimizin eyvan hissəsinə keçidimiz var. Gördüyünüz kimi bu tərəf mənzilin binanın qarşı hissəsinə baxır, binanın həyətinə baxır. Gəlin ardınca zəhmət olmasa mənzilin mətbəx studiya otağı ilə də sizləri tanış eləyək. Buraya isə mənzilimizin geniş və kifayət qədər sahəyə malik olan həm qonaq otağı və mətbəx otağıdır. Gördüyünüz kimi dizaynı möhtəşəmdir bu mənzilin və sadə bir dizayna malikdir. Burada mətbəx studiya hissəmiz, mətbəx mebelimiz üstü tökmə mərmərlə və qapılar isə möhtəşəm taxta hissələrlə təchiz olunub. Lazımi qədər əşyalara malikdir və kifayət qədər sahəsi var mənzilin. Bir otaqdan 2 otağa studiya tipli bir mənzildir. Yerləşmə ünvanımız bayaq da dediyimiz kimi İnşaatçılar metrosunun düz yanı, İnşaatçılar metrosuna demək olar ki 2-3 dəqiqə məsafədə yerləşir. Mənzilimiz kupçalıdır, dəyərli izləyicilərimiz, ipotekaya yararlıdır. Allah alanı da, satana da xeyir versin inşallah. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Günün istənilən vaxtı mənzilə baxış keçirmək mümkündür inşallah. Sağ olun, salamat qalın.